Salam, bu sınağı düzəldirərkən sertifikasiya çərçivəsini tam əhatə etməyə çalışmışam. 28 dənə qrammatikaya əsaslanan, 22 dənə söz bazasına əsaslanan testi və bu sınaqda neçə toplamısınızsa, demək olar ki, imtahanda da o qədər toplayacağınıza proqnoz verə bilərsiniz. Birincidə düzgün yeri seçməliyik və 1-lə 4 düzdür. Birincidə Human Health, insan sağlamlığı yeyilik. Dördüncüdə Thailand Festival, Taylandın filan adlı festivalı. Burada həm Tayland, həm də Human silent təksimdir deyə yeli apostrof S-lə düzəlibdir. 2 niyə olmaz? Çünki burada has toucheddır, yəni indiki bitmiş zamanı. Görürsünüz, apostrof S-dən sonra feil gəlibdir. Bu has toucheddır, yəni has'ın qısaltmasıdır. Üçüncüdə isə yelikdən sonra article gələ bilməz. Əgər article gəlirsə, bu artıq yelik deyil. Bu başqa bir şeyin qısaltmasıdır. Yəni burada məsələn is'in qısaltmasıdır. Daniel is the right person. İkinci sualda artikellar. Symbol sayılan təksimdir. Sayılan təksimin qabağını boş qoymalı deyilik. Burada boşdur deyə C-ni çıxırıq. Burada boşdur deyə Y-ni çıxırıq. Dav sayılan təksimdir. Sayılan təksimin qabağını boş qoymalı deyilik. Burada boşluğu görürsünüz. Deməli A variantı səhvdir. Və ortadakı ismə baxırıq, movements cəmdir. Cəm olanda bu E-nin artiklı qəbul edə bilməyəcək. B variantı da getdi, qaldı D variantı. 3-də düzgün əvəzlik qoymalıyıq. Birincidə beautiful day. Beautiful heç bizə, yəni sifətdir də, vacib deyil. D sayılan təksimdir. A-zələri çıxaq. Çünki A-zə sayılan cəm ya da sayılmayan təklə işlənir. Sayılan təklə olmaz. İkinci boşluğa baxırıq. Any. Any görürsünüz əvəzlikdir. Və biz də öyrənmişik ki, əvəzlikdən sonra yalnız A-zə gəlir. Yaxşı mı? Yəni Z-A-zə əvəzlikdən sonra gələ bilməz. Bu getdi, hamısı getdi. Bir dənə A variantı qaldı. Any A-zə. Bax, deyirik. Some A-zə, any A-zə. My A-zə, no A-zə. Yəlik A-zə. Yəni ki, əvəzliklərdən sonra nə əvəzlik olur olsa, ancaq A-zə gəlir. Yaxşı. 4-də quantifier qoymalıyıq. Salt'a uyğun. Salt, duz, sayılmayan isimdir. Several sayılan cəmdən olur. Some, deməli, yerdə qalanlara əl vura bilməyəcək. Çünki much, a little, less, some. Bunların hamısı sayılmayandan işlənə bilər. Deməli, belə olanda artıq mənaya fikir vermək. Deyir ki, Jane-nin bacısı Sousa nə qədərsə duz tökdü and ruined it və onu məhv elədi də, yəni yararsız hala gətirdi. Deməli, duz çox olubdur. Too much salt. Too axı mənfi mənaya aparar. Mənfiliyi bildirir. Too much, həddən artıq çox görürsünüz, mənfiyə apardı. Too mənfiyə aparır mənanı. Amma digərləri niyə götürmür? Çünki bir qədər duz tökdüsə niyə məhv olsun ki? Less, az duz tökdüsə, some, bir qədər duz tökdüsə, yəni bunlarda problem yoxdur. Bu qədər duz tökməklə pis olmaz. Çünki az olanda problem yoxdur. Əlavə eləyə bilərik duzu. Amma duz çox tökülsə, baxında yemək məhv olar. Orta dərəcədə töksən, az dərəcədə töksən, yemək məhv olmur. Çünki duzu əlavə etmək, yəni məntiqi cəhətdən olar. Ona görə də belə bir neçə variant arasında qalanda mütləq mənasına baxın. 5-ə baxırıq. Deyir ki, xəbər elə necə idisə, we couldn't believe our ears. Yəni qulaqlarımıza inana bilmirdi, eşitdiyimizə inana bilmirdi. Deməli, shocking imiş, şok edici bir xəbər idi ki, inana bilmədik. Söhbət xəbərdən gedir. Xəbər cansızdır. Excited, bored verə bilməyəcək. Çünki eyni sifətin sonu ya ing-nin ya idi ilə bitəndə bilirik də, ing cansıza aiddir, idi insana aiddir, insan hal vəziyyətini bildirir. İdilər əşyanın yox, insanın hal vəziyyətini bildirir. Yorucu xəbər olmayacaq, annoying, bezdirici xəbər olmayacaq, amma şok edici xəbər olur deyə qulaqlarımıza inana bilmirik. 6-da düzgün sifət qoymalıyıq. Burada person sayılan təksimdir. Yəni boşluqdan sonra isim var. Və sifət suallarını eləyəndə ismə diqqət edin. Əgər boşluqdan sonra isim varsa, ora article qoymaq lazımdır. Xüsusən də sayılan təksimdirsə. Baxın, burada article yoxdur. Amma person articlesdir. Burada da yoxdur, burada da yoxdur. The most patient yoxsa the patientist. Təbii ki, patient çox hecalı olduğu üçün est şəkilçisi qəbul edə bilməyəcək. Mostla düzəldir onun üstünlüyü. 7-də düzgün modal seçməliyik. Sualın quruluşundan baxın. Modal fe'l seçməliyik. Sən kitabxanaya yemək içmək
gətirmək, yəni gətirməməlisən də. Düzdürmü? Nəsə burada inkar bir şey olmalıdır. Should gətirməlisən olmayacaq, must gətirməlisən olmayacaq. Çünki mənaca, məntiqi mənasına görə, logical mənasına görə yemək, içmək aparmaq olmaz ora. Ona görə inkarlardan götürməliyik. 2 ilə 5 getməlidir. Getsin bu 2 ilə 5-lər. 1-3 yoxsa 1-3-4. Bax, bunda çox diqqətli olun. You shouldn't bring food. Gətirməməlisən. You don't have to bring food. Gətirməməlisən, olmaz. Don't need to. Bəs 4-ü neyiniyək? Əslində don't need to səhv deyil, düzgündür. Yəni variant kimi düzdür. Amma modal deyil. Need burada görürsüz, don't köməkçisi qəbul edibdir. Need özündən sonra to qəbul edibdir. Need artıq burada modal deyil. Need burada əsas feildir. Yaxşımı? Ona görə də need-i götürə bilməyəcək. Bir daha deyirəm. Əgər soruşsa ki, sadəcə düzgünləri seçin, onda baxmayın need modaldır ya əsasdır. Əsas odur ki, düz olsun. Amma soruşsa ki, modalı seçin, onda diqqət edin, görün. Need modal kimi işlənib, yoxsa əsas kimi işlənibdir. Əgər əsas kimi işlənibsə, onu modal götürmək olmaz. Və cavab olur 1-lə 3. 8-də düzgün conjunction qoymaq. Big cities deməli böyük şəhərlərdəki insanlar, rural population, ruralda kəndli. Deməli şəhərdəki insanlar, kənddəki insanların telefonları sayəsində internetə girişi var. Həm şəhərdəkilərin, həm də kənddəkilərində. Düzdürmü? Burada not only but also qoyuruq. Not only but also inkar kimi görünsə də, inkar məna vermir. Təsdiq cümlə yaradır və mənası belə olur. Yalnız böyük şəhərlərdə yox, həmçinin kənd yerlərində də insanların internetə çıxışı var telefonları sayəsində. İndi o biriləri niyə götürmürük? Nayza Nur bağlayıcı kimi səhv deyil, amma cümlənin mənasına düz gəlmir. Belə çıxır ki, dünyada heç kimin internetə girişi yoxdur, səhvdir. Ayza Or belə çıxır ki, ya şəhərdəkilərin girişi var, kənddəkilərin girişi yoxdur. Ya da kənddəkilərin girişi var, şəhərdəkilərin girişi yoxdur. Bu da düz çıxmır axı. Ayzor ikisindən birini seçmək bildirir axı. Boss and olsa, bax, bu məsələn səhvdir, bunu çıxır. Bəs boss and-i niyə götürə bilmirik? Belə baxanda boss and də ikisini birlikdə götürür. Amma boss and-də fikir vermək xəbərə. Has tək xəbərdir. Amma boss and-in xəbəri, boss'un ümumiyyətlə xəbəri cəm olmalıdır. Ona görə də boss'u götürə bilməyəcəyik. Amma niyə not only but also-nu götürdük? Çünki not only but also-nun uzlaşması ikinci tərəfdən, yəni xəbərə yaxın olandan asılıdır. Has xəbərdir. Xəbərə yaxın isim nədir? Population. O da təkdədir. Deməli, has təkdə olmalıdır. Yaxşı mı? Not only but also-nun uzlaşması necə olur? Xəbərə yaxın olan isimlə uzlaşır. 9-da düzgün zaman qoymalıyıq. Eat, nəsə snow qoymalıyıq. For hours. Deməli, saatlarca qar yağıbdır. When I to the door, I couldn't open it. Deməli, mən qapıya çatmaq, mən onu aça bilmədim. Burada couldn't göstərir ki, zaman keçmişdədir. Düzdürmü? Deməli, bu situasiya keçmişdə baş verib ki, keçmişdə qar yağırdı, keçmişdə qapıya çatdım və keçmişdə aça bilmədim. Bax, burada has indiki zamana aiddir, bu çıxsın. Burada have indiki zamana aiddir, bu da çıxsın. Come indiki zamanda bu da çıxsın və bunların hamısı getdi. C ilə D variantı arasında qalırıq və burada belə bir şey eləyirik ki, birinci boşluqda for hours saatlarca. For və since bitmiş zaman göstəricisidir. Deməli, orada bitmiş olacaq. Amma C variantında görürsünüz, bitmişdir. Bu səhvdir. Ona görə də D götürür. Had been snowing. Və for müddəti bildirir. For və since bitmişi tələb edir öz yanında. Və o biri tərəfdə də kim keçmişdədir. Həm də belə deyək də, when bağlacıdır, bağlacıdan sonra sadə qoyuruq. O biri tərəfi bitmişi qoyuruq. Yəni, bax, bura sadə düşür. O biri tərəfdə burada bitmiş düşür. 10-cuda sözünü qoymalıyıq. Deməli, go. Went go-dur da. Go on business. Go on a trip. Go on vacation. Go on holiday. Bax, bu go-lu birləşmələr var, ha? Hamısı ondan işlənir bu formada. Ona görə də, bax, bu getdi, bu getdi, bu da getdi. Go on a business trip. Sonra gedibsə on Europe olası deyil ki, bu səhvdir. To Europe. Avropaya gedib istiqaməti veririk. For a few days. A few days də nədir? Müddətdir. Müddətlə ilə işlənir for. Həm də belə deyik ki, forla since-in fərqi nədir? Since cəmlə işlənə bilməz. For cəmlə işlənə bilər. 11-də kompleks object eləməliyik. Deməli, burada yalnız obyekti bizə veribdir. Feil
Obyektdən əvvəlki və obyektdən sonrakı feili də biz qoyuruq. Want üçüncü qrupdur. Üçüncü qrup özündən sonra to tələb eləyərdi. Burada to'su yoxdur. Ask özündən sonra to tələb eləyərdi. Yoxdur. Let özündən sonra to tələb eləyə bilməz. Səhvdir. Told özündən sonra birbaşa sonra to tələb eləmir, amma obyektdən sonra to tələb eləyir. Üçüncü qrupdur. Bu da səhvdir. Qalır D variantı. The teacher asked Ellen to take part. Asked üçüncü qrupdur. Ona görə də obyektdən sonraki feili to'lu infinitiv şəklində tələb edir. 12-də qısa cavab verməliyik. The children have to eat healthy food. Have to modaldır. Düzdürmü? Modal olduğu üçün onun sualına inkarına do does gəlməlidir. Do does indiki zamandadır da, keçmişdə deyil. Do does have-in özünə qaytara bilmərik. Yaxşımı? Çünki have öz to'sundan ayrılmır. Have-in özü ilə qaytarmaq olmaz. Ona görə də həfəzləri çıxaq buradan. Neither do I, so do we. Hansı olmalıdır? Biz bilirik ki, qısa cavabda təsdiqə təsdiq, inkara inkar olur. İndi bizim cümləmiz təsdiqdirsə, biz də təsdiq verməyə ona görə də so, do, we düzdür. İnkarı çıxırıq. 13-də feillərin mənasını birləşdirməliyik. Birinci, persuade, inandırmaq, özünə cəlb etmək deməkdir. O da C variantı, convince, convince-dir, inandırmaqdır. Sən kimisə inandırırsan ki, nəsə etsin. Depict, təsvir etməkdir. Picture sözündəndir də. Depict, picture sözündəndir, təsvir etməkdir. O da A-dır. Represent by drawing, görürsünüz, nəyəsə şəkil kimi də çəkib göstərmək, təsvir etmək. Irritate də bezdirməkdir. O da annoyed, bezmiş deməkdir. Kimisə bezdirməkdir. 14-də suala məntiqi cavab verməliyik. Deyir ki, which person is the best host? Yəni, ev yəsinin gözəl xüsusiyyətləri necə olmalıdır? 1-3-5. Generous, səxavətli, əli açıq. 3. Attentive, diqqətli və 5. Gentle, nəzakətli. Greedy, paxıldır, acıgözdür. Impolite, nəzakətsiz, cruel, qəddardır. Bunlar mənfidir. 15-də çox kiçik bir mətn veribdir və bu mətnə uyğun nəsə hansısa cümlə məntiqlidir və düzgündə onu seçməliyik. Deyir ki, həftə sonları Kate storm chaser, yəni hava proqnozunu izləyir də, storm, fırtınaları izləyən işlə məşğul olur. 5-ci günü, fikir verin, həftə sonu demirəm, 5-ci günü, yəni həftə sonundan bir gün əvvəl o havanı yoxluyur, həftə sonu üçün havanı yoxluyur və görür ki, o ərazidə tornado olacaq, burulğan və o bilir ki, tornado, anlayır ki, tornado çox yaxın gələ bilər o əraziyə, çox yaxınlaşa bilər və o belə bir not qoyur, belə bir qeyd qoyur. A fast and dangerous tornado, yəni çox sürətli və çox təhlükəli bir tornado, yəni gözlənilir. Burada C variantı olacaq ki, she can warn about the coming tornado, yəni gələn o üzübəri gələn tornado barədə xəbərdarlıq verə bilir. Doğrudan da xəbərdarlıq verə bildi də. Çünki tornado həftə sonu ola bilər. Bu isə 5-ci günə əvvəlcədən xəbərdarlıq elədi. O biriləri niyə götürmür? A variant deyir ki, 5-ci günlər storm chaser eləyirəm. 5-ci gün demirəm, weekday, weekends, həftə sonları eləyir. 5-ci günlər eləmir. B-də deyir ki, o without checking, yoxlamadan deyir, amma əksinə mətndə deyir ki, o havanı yoxlayıb sonra not buraxır. D-də deyir ki, tornadolara yaxınlaşmır, amma o deyir ki, tornado yaxınlaşa bilərdi. Y variant deyir ki, o heç vaxt tornadonun yaxınlaşdığını görmürdü, bu da yanlışdır. Belə tornado izləyəndəsə, deməli, görübdü də. 16-da düzgün əqriment seçməyə və C variantı düzdür. Deməli, sözünlü birləşmə görəndə biz bilirik ki, sözündən əvvəlki söz uzlaşır, yəni the monument. Monument təkdədir, was təkdir. C variantı düzdür. A-ya baxırıq. A number of. A number of-un ismi də cəmdir, xəbər də cəm olmalıdır. Bu səhvdir. B-də sözünlü birləşmədən əvvəlki söz uzlaşır. List təkdədir, və cəmdir, səhvdir. Yəlik görəndə yəlikdən sonraki söz uzlaşır. Discovery təkdir, ar cəmdir, uzlaşmır. Y variantının sözündən əvvəlki söz ways cəmdir, is təkdir, bu da uzlaşmadır. 17-də düzgün sual cümlələri 3 ilə 4 düzdür. Does Linda have literature on Monday? Sual sözü, daha doğrusu köməkçi, mübtəda, əsas feil və ikinci dərəcəli üzvlər. 4-ə baxırıq. Did Carol have to participate in the contest? Köməkçi, mübtəda, əsas feil. O da ki, have to modalıdır əslində. Have to participate. Have to modalını da özündən sual yarada bilmərik. Have to, have öz to'sundan ayrılmır. Ona görə də onun köməyində do does deyə gəlməlidir. Digərlərində problem nədir? Birincidə, has cümlənin yeganə feilidir.
Cümlənin yeganə feili isə həzin özü ilə qaytarmaq olmaz. Do does olmalıdır. Burada həzin özü ilə qaytarıb deyə səhvdir. 2-də doesdan sonra həz, yəni s qala bilməz. Doesdan sonra s itməlidir. Diddən sonra idi itməlidir. Və 5-də we had music lesson, did we? Burada had cümlənin yeganə feilidir. Hadin özündən qaytara bilməzdik, didlə qaytarmalıyıq. Didlə qaytarmağına qaytarıbdır, amma problem odur ki, ayrıcı sualda, yəni vergülün bu tərəfi təsdiqçi, o biri tərəfi inkar olmalıdır. Ona görə də didn't we olmalıydı. 18-də düzgün passive seçməliyik və D variantı düzdür. The date of the talks has been announced, yəni elan edilibdir. Təbii ki, gün öz-özünə elan etməyibdir, onu kimsə elan edir. To be istəyir, participle to quruluşudur və passivdir. Götürdük D-ni. O birilərdə problem nədir? Was brought. Problem odur ki, sözündən əvvəlki söz uzlaşmalıdır. Jars cəmdir, was-la uzlaşmır. B variantına baxırıq. The managers cəmdir, has-la uzlaşmır. C-yə baxırıq. Sözündən əvvəlki proposals cəmdə was-la uzlaşmır. Y-yə baxırıq. Was been deyilən şey yoxdur. Was been və been birləşməsi səhvdir. Bax, bu sualı niyə belə qoydum? Çünki özünə baxsan, bizə hamısı to be istəyir, participle to-dur. Amma diqqət eləmək lazımdır. Hər şeyə diqqət eləmək lazımdır. Uzlaşma filan düzgün işlənibmi, yoxsa yox. 19-da düzgün negativ və D variantı düzdür. Gary doesn't like to travel by bus either. Doesn't like inkardır və inkarın sonunda Ayşə gələ bilər. O biriləri niyə səhvdir? A variantında had-to have öz to-suna heç vaxt ayrılmaz və arasına to not girməz. B-yə baxırıq. Neither car nor house. Neither norun arasında sayılan təkstim işlənibsə, onların artikli olmalıdır. Neither a car nor a house. C-yə baxırıq. Boys, Kate and Jill isn't. Boss and-in deməli xəbəri cəm olmalıdır. Həm də ki, boss and heç vaxt inkar cümlədə işlənmir. Bax, burada 2 dənə səhv var. Həm inkarda olması, inkarda boss and-in olması səhvdir. Həm də boss and-in xəbərin tək olması səhvdir. Y-yə baxırıq. Didn't want to waste time. Amma burada to səhvdir. Çünki to hissəciyi təsdiqin sonunda gəlir. To hissəciyi inkarın sonunda gəlmir. 20-də düzgün exclamatory axtarırıq və 2 ilə 3 düzdür. How friendly your sister looks. Necə də mehriban görünür. Looks, görürsünüz burada link verbdir. Yəni sözünsüz adı yoxdur. Bir dənə tək özü lookdur. Look özü tək olanda link verb olur və sifət elə bilir. Friendly də sifətdir, yəni 2 düzdür. 3-ə baxırıq. How slow Patrick's speech was. Burada da was to be feilidir. To be feil də link verbdir və sifət elə bilir, slow sifətdir. Götürdük düz kimi. O birilər niyə səhvdir? Bir də how fastly. Fastly deyilən zərf yoxdur. Fast eyni formada həm sifətdir, həm də zərfdir və fastly şəkilsi qəbul etmir. 4-ə baxırıq. What beautiful day we're having. Burada day isimdir. İsimdən əvvəl təyin edəcək kimi sifət gəlməlidir. Zərf isimdən birbaşa əvvəl gəlmir. Və 5-də deliciously cake eyni məsələdir. Cake isimdir. İsimdən birbaşa əvvəl sifət gəlməlidir. Təyin edəcək kimi zərf gələ bilməz. 21-də Z və it tipli sualdır. Beləsi də düşür. Deməli, kənddə deyir ki, bir toy var idi və orada musiqi, yemək, içmək var idi. Görürsünüz, o danışanda elə dilimizə var idi sözü gəlir. Əgər biz var idi və ya yox idi deyiriksə, orada Z-yə qoymaq lazımdır. Əgər var, yox demiriksə, sadəcə dırdır, durdur şəkilsi qoşursun, onda it veririk. Yaxşımı? Ona görə də belə yazıda saxlayın. Z-yə nəyə bərabərdir? Ya var sözünə var, ya da yox sözünə bərabərdir. Yəni, nəsə var və ya nəsə yoxdur. Amma it nə vaxt verilir? Dırdır, durdur, xəbər şəkilsi kimi işlənəndə. Yaxşı, deməli, ona görə də toy var idi və yemək içmək var idi, musiqi var idi. Hər ikisində Z-yə verməliyik və ikisi də eyni situasiyanı bildirir. Deməli, ikisi də keçmişdə olacaq, ya ikisi də indikidə olacaq, çünki eyni situasiyadan danışırıq. Toy var idi və yemək içmək var idi. O birilərə, burada Z yoxdur, çünki it var mənasını vermir. Burada da it var mənasını vermir, çıxırıq. Burada da biri indiki, biri keçmişdir. Bunlar səhvdir, çünki biz bir situasiyadan danışırıq da. Necə toy dünən, yemək içmək bugün olası deyil ki, ikisi də eyni zamanda. Ya ikisi də keçmişdə olmalıydı, ya ikisi də indikidə olmalıydı.
22-dən numeral qoymalıyıq. People cəm isimdir. Burada 100 people düzdür, bir də 2000 people düzdür. Deməli, 100-in qabağı boş qalmalı deyil. Orada 100 deyəndə ilə 1000, million da ümumilikdə nəzərdə tuturuq ki, bunların qabağı boş qalmalı deyil. En azından one olmalıdır, an artikli olmalıdır və hansısa say olmalıdır. 100 people, yəni 100 adam, 2000 people, yəni 2000 adam. O birilər niyə səhvdir? 1000 people, görürsünüz, qabağı boşdur. Boşluq var. Orada nəsə dəqiqlik olmalıdır ki, neçə mindən söhbət gedir. 1000-dən yoxsa 3-4 mindən hər nədirsə. Hundreds. S birləşməsi tək başına olmur. Həmişə bilir ki, S of şəklində olur, düzdürmü? S of şəklində olmalıdır. Burada S var, of yoxdur. Belə olmaz. Ya of olsun, S olmasın, belə də olmaz. 23-də düzgün subordinate seçməliyik. Where. Where bax, aldadıcı bir şeydir. Where-ni görən kimi tez məkan götürməyin ki, yer budaq cümləsi yox. Birincisi fikir verin. Bağlayıcıdan kəsirik və deyirik ki, bağlayıcıdan kəsdim. Yəni, bağlayıcı ilə başlayan tərəf budaq cümlə adlanır. Bu bizim budaq cümləmizdir, düzdür? Bura bizim budaq cümləmiz oldu. Всё, kəsdim, götürdüm. O biri qalan hissə, əl vurmadığım hissə, o baş cümlədir. I visited the village. Bu bizim baş cümləmizdir. Baş cümləmiz nə ilə bitibdir? Village sözü ilə, village ismi ilə. Və deyir ki, mən kəndə getdim. İndi sual verir. Hansı kəndə getdim? Nənəmin, babamın doğulduğu kəndə. Deməli, baş cümlə isimlə bitirsə və həmin ismi təyin ediriksə, deməli, bu təyin budaq cümləsidir. Yaxşı, village, kəndə getdim. Hansı kəndə getdim? Babamın, nənəmin doğulduğu kəndə. Ona görə də təyin budaq cümləsi attributive clause adlanır. Yaxşı, yer budaq cümləsində where isimdən sonra gəlmir. Feildən sonra gəlir. Məsələn, getdim haraya, filan yerə. Gəldim haradan, filan yerdən. Amma burada isimdən sonra gəlibdir. Village isimdən sonra gəlibdir və village'i burada təyin edirik. 24-də düzgün inversiya seçməliyik. Birincisi fikir verməliyik ki, əgər mürəkkəb cümlədirsə, görək baş hardadır, budaq hardadır. Bu when-i görürsünüz bağlayıcı. Bağlayıcı ilə olan tərəf budaq adlanır. Yadımızda saxlamalıyıq ki, budaq cümlədə inversiya olmur. Budaq tərəfdə görürsünüz did inversiyası var, did inversiyası var, set feili gəlibdir. Bunlar səhvdir. Yəni B, C, D getdi. Niyə? Çünki budaq tərəfdə inversiya. Budaq tərəfdə inversiya etmək olmaz. Aynen Y variantına baxırıq. Only when the sunset begins. Görürsünüz, begins əsas feil qabağa keçibdir. Only sözünün inversiyası, only sözü negativ inversiya yaradır. Negativ inversiyada köməkçi qabağa keçir. Əsas feil keçmir. Yəni began yox. Did begin olmalıydı. Yaxşı, budaq tərəfə əl vurmadıq. Budaqda inversiya etmirik. 25-də mənaca tamamlamaq. The dessert was so delicious that. Desert, yəni şirniyyat elə dadlı idi ki, elə ləzzətli idi ki, dadlı idi, ləzzətli idisə müsbət bir şeylə tamamlamaq. 2. There was none left. Heç nə qalmadı, yəni hamısı yeyildi. Və 4. We ordered it twice. Onu 2 dəfə sifariş elədik. Görürsünüz, 2 aldadıcı ola bilər. Elə bilsən ki, inkardır, deməli pisdir. Yox. Əksinə, mənasına görə qəşəng alıb mənası. Yəni heç nə qalmadı, hamısı yeyildi. 1-də deyir ki, biz şikayət elədik. Dadlı şeydən şikayət eləmərik, bu səhvdir. 3-də deyir ki, heç birimizi yeyə bilmədik, bu da səhvdir. Dadlı idisə, niyə heç birimizi yemədik ki? 26-da cümlə qurmalıyıq. Cümlə quranda özünüzdən tez hansısa mübtədanı gözünüz seçməsin. Çünki bu sual cümləsi ola bilər, nida cümləsi ola bilər, inkar cümləsi ola bilər. Yəni hər şey ola bilər. Ona görə də ən rahatı variantlarla işləyin. Variantlardakı sıranı oxuyun, görün cümlə düzdür, yoxsa səhvdir. Oxuyub tapa bilmirsinizsə, heç olmasa vərəqə yazın. Və burada C-ni qoyaq. I have spent the money you gave me yesterday. Sən dünən mənə verdiyin pulu xərcləyib bitirmişəm. 27-də kiçik bir əhvalat qururuq və Y variantıdır. 5-lə başlayırıq. Birincisi fikir verin. Əhvalatları quranda əvəzliklə başlamayın. Məsələn, burada nələr var? 6, 10 il sonra, özü də ki, nədən 10 il sonra bilinmir. Deməli, 6 ilə başlamayacağıq. Hələ bir başlayanda çalışın ki, müəyyənlik artiklı ilə başlamayın, zeynəzadla. Çalışın əvəzliklə başlamayın. Çalışın bağlayıcı tipli şeylərlə başlamayın.
qeyri-müəyyənliklə başlamağa çalışın. Məsələn, a man was looking out of his window. Bir dəfə bir adam pəncərədən çölə baxırmış. Sonra he noticed that there was a snail on one of his plants. Gördü ki, bitkilərin birinin üstündə snail var. Nə idi o? İlbiz var. 3. O ilbizi götürür və uzağa atır. Sonra 6. O nə sonra həmin o qoca adam pəncərədən bir səs eşidir. Sonra 2. O pəncərəyə baxanda əsəbi, cross əsəbi deməkdir, sin sözdür. Əsəbi bir ilbiz görür və o ilbiz də ona əsəbi baxaraq deyir ki, hey, sən niyə bunu mənə etdin axı? Yəni bu güya ki, zarafatçıl bir şeydir, əhvalatdır. Güya ilbiz yavaş-yavaş yeriyir deyə 10 ildən sonra gəlib çatır. Ondan sonra hesab çəkir. Yəni burada görürsünüz, məsələn, əhvalatımız sualla da bitə bilər də. Yəni cavabsız bir sualla da bitə bilər. Yəni düşünməyin ki, sual verilibsə mütləq cavab olmalıdır. Yəni deyirəm, çalışın qeyri-müəyyənlərlə başlayın. Müəyyənlik artikellarını qabağa salmayın. Əvəzlikləri də qabağa salmayın. Əvvəlcə elə bir adamdan danışsa adamın adını seçin orada. İnsandan danışsa, yəni ki, insan olan variantı qabağa verin. Sonra hansı əşyadan danışsa, əşyanı orada seçin növbəti cümlədə. Ondan sonra artıq əvəzliklər olanları götürün, düzün. 28-də dialoq tamamlamalıyıq. Deməli, necə sıralayaq? It's such a nice, necə də gözəl gündür. 3. Yes, it is. Görürsünüz, it is. Yəni bu it's such a nice day. It is-lə verir. Ona görə də yes, it is deyir. Eyni formada qaytarır. Sonra it looks like it may rain soon. Və looks like feildir də, düzdürmü? Feil olduğu üçün burada deyir ki, yes, yəni deyəsən yağış yağacaq, deyir ki, yes, ümid edirəm ki, yağar, it does, yəni it rains. Elə bir ki, rain feilinə does veribdir. Yox, looks like-a verib, bunu it looks like, yes, it does. It looks, yes, it does. Bax, belə veribdir. Və why is that? Nəyə görə? Niyə görəsən? Yəni, bu deyir ki, hope. Bu deyir, axı, ümid edirəm yağar. Düzdürmü? Deyir, ümid edirəm ki, yağış yağar. Ümid edirəm yağar. Ümid edirəm elə də olar. Deyir, niyə? Yəni, niyə ümid edirsən? Niyə istəyirsən? O da deyir ki, xoşduyuram, yağış havanı təmizləyirəm, yağışın qoxusunu xoşduyuram desən, elə bir şey deyir. 29-da logically tamamlamalıyıq. Deyir ki, bir qız deməli buraxılış imtahanını keçə bilməyibdir, kəsilibdir və çox ümidsizliyə qapılıbdır. Anası da ona nəzakətində mehribancasına yaxınlaşıb, nədir? Kindly, bax, bu bizim açar sözümüzdür. Mehriban şəkildə deyir ki, don't be desperate, my dear, əzizim, ümidsizliyə qapılma. Sabah yeni gün olacaq, yəni yeni gün çıxacaq. Yəni hələ də həyatın sonu deyil deməkdir. Yəni anası ona ümid verir. O biriləri niyə götürmür? Adı deyir ki, gedək əylənərik, gözəl bir səbəbimiz var. Bayram eləyək, bunu bayram kimi keçirək. Bu səhvdir təbii ki. Burada vecsizlik var, düzgün deyil. Bir variant deyir ki, mən narahat eləmə, mənim işim var. Burada nəzakətli deyil. C-də deyir ki, get otağını təmizlə. Bu da kind deyil. Və Y variant deyir ki, sən heç vaxt uğurun olmayacaq həyatda. Bu da çox pis cümlədir. İndi reading mətnimizə gəlib çatdıq. Deməli, burada generous people-dan danışır, yəni səxavətli insanlardan. Səxavətli insanlar deyir ki, başqaları haqqında daha çox düşünürlər, nəinki pul barədə. Than they do about money, yəni pul barədə çox da düşünmürlər. Onlar giving, yəni kiməsə nəsə bəxş eləməkdən həzz alırlar. Və bu kiməsə nəyisə bəxş eləməyin ən yüksək səviyyəsi unconditional giving, yəni əvəzsiz nəsə vermək. That is, bu da o deməkdir ki, yəni anonymously bildirmədən gizli şəkildə, anonim şəkildə kiməsə nəsə verirsən də. Məsələn, yox, məsələn deyil burada. Like, bu artıq başqa bir fikir başlayır. Sağlam qidalanma kimi səxavətli olmaq da bizim üçün xeyirlidir. O bizdə life satisfaction, yəni həyatımızdan məmnunluq hissini artırır. Bəzi insanlar düşünür ki, pul xoşbəxtlik gətirir və
düşünürlər ki, demək pul xoşbəxtlik gətirə bilər, amma ki biz onu bölüşəndə, başqaları ilə bölüşəndə o bizə xoşbəxtlik gətirir və belə görünür ki, belə görünür ki, biz qonşularımızı özümüzdən daha çox sevməliyik. Bəzi insanların fikri ilə üst-üstə düşə bilər, kimisi narazı ola bilər. Nəsə mətndir də. It is the formula of happiness. Yəni xoşbəxtliyin formulu budur. Xoşbəxtliyin düsturu budur deyir. Səxavətli insanlar əllərində olana görə grateful, şükür edirlər. Və səxavətli insanlar həm də bunu aşkar eləyirlər ki, the more they give, the less they need. Nə qədər çox nəsə verirlərsə, bir o qədər də az şeyə ehtiyacları olur. Z müqayisə, virgül Z müqayisə nə qədər, bir o qədər. Yəni, nə qədər çox paylaşırlarsa, bir o qədər də az ehtiyac içində olurlar. İndi burada deyir ki, mətn haqqındadır. Görür ki, generous people barədədir, generosity barədədir. Elə C variantı götürürük ki, yəni mətn nə ilə başlayırsa, deməli onun haqqında olur. Ona görə də əsas başlığına fikir verin, görün nə ilə başlayıbdır. Məsələn, digər variantlar da mətnlərdə verilibdir, amma mətn başdan ayağa onlar barədə deyil. Axı, mətn generous sözü ilə başlayır, elə generousla da bitirdi. Mən başdan ayağa o barədə danışır. Növbəti sual. Choose the correct variant. Düzgünü seçməli. Unconditional giving makes people happy. Əvəzsiz nəyisə vermək, yəni əvəzində nəsə gözləmədən vermək insanları xoşbəxt edir. Bax, bu düzdür. Digərlərində nədir? Səhv. Deyir, pul heç və xoşbəxtlik gətirmir. Səhvdir. Mətndə deyir ki, pul xoşbəxtlik gətirir, amma gərək onu başqaları ilə paylaşaq. Sonra diyeta insan sağlamlığını məhv edir. Bu səhvdir. Əksinə deyir ki, bax, like a healthy diet, good for us. Yaxşıdır bizim üçün. Sonra səxavətlilik insan həyatının məmnuniyyəti ilə opposite, əksinədir. Yəni bir-biri ilə düz getmir. Əks fikirlərdir, bu səhvdir. Əksinə deyir ki, mətndə deyir ki, bunlar bir-biri ilə paralel gedən şeydir. Və Y variant deyir ki, in public, ictimai şəkildə, yəni cəmaatın arasında ola-ola, yəni göz qabağında kömək eləmək yaxşıdır. Amma burada deyir ki, mətndə deyir ki, secret, yəni gizli şəkildə, anonim şəkildə kömək etmək yaxşıdır. Üçüncü sualda, mətnə əsasən nə? We should love our neighbors more than ourselves. Biz gərək özümüzdən daha çox qonşularımızı sevək. Yəni, başqalarını özümüzdən qabağa qoyaq, özümüzü ön plana çəkməyək. İndi o birilərdə problem nədir? Deyir ki, xoşbəxtliyin düsturu yoxdur. Amma burada deyirdi, hansı it's formula of happiness var idi cümlədə. İndi gözüm görmür onu. It is the formula of happiness. Xoşbəxtliyin düsturu, bax, budur. Belə olur xoşbəxtlik. Yəni, burada no formula, yəni səhvdir də var idi mətndə. Generous people are afraid of giving. Neysə verməkdən qorxurlar, səhvdir. Əksinə, verməyə, paylaşmağı sevirlər. Deyir ki, səxavətli insanlar heç kimə minnətdar olun. Bu səhvdir. Mətndə ümumiyyətlə thankful, var idi ki, yəni şükür edirlər əllərində olana. Grateful, deyir, burada da grateful. Grateful və thankful sinonimdir. Şükür edirlər və Y-də deyir ki, az verirlər, amma çox şeyə ehtiyac duyurlar. Əksinə, deyir ki, çox verirlər və az şeyə ehtiyac duyurlar. 33-də pozitiv qoymalıyıq. Get feilidir. Sonra obyektimiz və sonra da participle to gəlməlidir. Düzdürmü? Amma burada diqqətli olun. Şad olduğu kimi qalan feildir. Ona görə də participle to'su nədir? Elə şad feilidir. Bax, bu participle to deyil. Şadın səhv feildir. Şad səhv feildir. Şad olduğu kimi qalır. 33-də verilən cümlə ekvivalentini seçməyə restatement və ya paraphrase də adlana bilər. Yəni ki, cümlənin mənasını eyni saxlayaraq quruluşu dəyişə bilər. Usually people treat you in accordance with how you treat them. Adətən insanlar sənə necə davranırlar? Sən onlara necə davranırsansa, onlar da sənə elə davranırlar. Bax, cümlə mənası budur. Və C variantıdır. Your attitude towards people, sənin insanlara qarşı olan münasibətin, generally determines their attitude towards you. Ümumi olaraq, onların da sənə qarşı münasibətini təmin edir. Belə, yəni sən insanlar necə olursansa, insanlar da sənə elə olur. Bax, belədir cümlə, eyni mənadır. Sadəcə quruluş və sözlər fərqlidir. İndi o biriləri niyə götürmürük? Birincisi, bizim cümləmizdə
Görürsüz, heç bir bağlayıcı şərt falan yoxdur. Məsələn, A variantı if şərt bağlayıcısı var. Bax, bu səhvdir. Sonra B variantı rare for people, nadir hallarda. Bax, bizim cümləmizdə nadirliyi yoxdur da, usually deyir adətən. Onu biz rare, nadir sözü ilə əvəzləşdirə bilmərik. O tamam başqa sözdür. Sonra D variantında opinion, düşüncə, fikir. Burada da bizə verilən cümlədə düşüncə, fikir yoxdur. Orada münasibət var. Yaxşımı? Treat, yəni sən onlara davranırsan, onlar sənə davranır. Burada opinion, düşüncə, fikir, münasibət barədə yəni onların sənin haqqında fikri barədə getmir söhbət. Onların sənə qarşı olan davranışı deyil. Ona görə də bu söz artıqdır. Və Y variantında burada wish artıq arzu sözü gəlibdir. Amma bizə verilən cümlədə demir insanların sənə necə davranmağını arzulursansa, sən də elə davran. Görürsüz, cümlənin quruluşunu tərs tərəfə çeviribdir. Bizim cümlədə deyir ki, sən necə davranırsansa, onlar da elə davranır. Yaxşımı? Yəni, amma Y variantında deyir ki, onların sənə necə davranmağını arzuluyursansa, sən də elə davran. Yəni, burada arzulamaqdan söhbət gedir. Burada artıq sözdür. Yəni, cümləni restatement, paraphrase və ekvivalent eləyəndə özümüzdən hansısa söz artırmırıq, özümüzdən hansısa sözü kəsib atmırıq. Gərək, yəni cümlənin mənasını, məntiqini dəyişməyək. Yaxşımı? Və özümüzdən lazımsız bağlayıcılar da qoya bilmərik. 35-də situasiyanı proverblə bitirməliyik. Deyir ki, qrupda, deməli, sessiyadasan, dərsdəsən və sakit bir oğlan var, sizin qrupunuzda Sam adlı, o da nadir hallarda danışır, amma birdən-birə o hansısa çətin bir, tough çətin deməkdir, çətin bir riyaziyyat tapşırığını həll eləyir. Was stuck on everyone, hər kəsin ilişdiyi, stuck ilişməkdir. Hər kəsin ilişdiyi o çətin çalışmanı həll eləyir bu sakit uşaq. Sən də deyirsən ki, wow, I didn't know Sam was that sharp. Heç bilməzdim ki, Sam belə zəki idi də, elə bir sharp bu da zəki kimi çıxır. Çünki həmişə sakit ol, bax, tanımamışıq da o mənada. Və Y variantı götürür ki, still waters run deep. Yəni, suyun sakit axanı, yəni ki, özdən sakit görünən insan daxilən tamamilə başqa ola bilər deməkdir. Burada da deyir ki, rarely speaks, nadir hallarda danışır, quiet student, sakit uşaqdır, amma hər kəsin ilişdiyi bir şeydə çox tez həll eləyir də. O biriləri niyə götürmürük? Shape up or ship out. O demək ki, ya özünü yığışdır, ya çıx get buradan. Put yourself in my shoes. Özünü mənim yerimə qoy da. Look before you leap. Hərəkət etməzdən əvvəl bir diqqətli ol, bax. Və ya yüz ölç, bir biç. Waste not, want not. Boş yerə sərf eləmədi ki, sonra ehtiyac içində qalmayasın deməkdir. Yəni, ehtiyatlı ol həmişə nəyiz. Əlində olan şeylərə qarşı ehtiyatlı davran. 36-da anxious sözünün sinonimi lazımdır. Anxious narahatdır və worried narahatdır. O birilər nədir? Curious, hər şeylə maraqlanan, comfortable, rahat, relaxed, rahat, serious, ciddi. 37-də boost sözünün opoziti, yəni antonimi lazımdır. Boost gücləndirməkdir. Gücləndirməyin əksi zəiflətməkdir. O da weaken. Weaken zəiflətməkdir. Weak sözünün feil formasıdır. Weak zəif, weaken zəiflətmək. Digərləri nədir? Strengthen gücləndirmək, bu sinonimdir. Enhance gücləndirmək sinonimdir. Protect qorumaq heç bir şeydir. Protest narazılıq etmək, protest etmək, yəni qarşı durmaq. Bu da heç bir şey getmir. Nə sinonimdir, nə ki antonimdir. 38-də deməli phrasal verbləri, yəni söz önlü feilləri qoymalıyıq və bunların hamısını əzbərləmişik. Birincidə olacaq break out. Break out birdən-birə başlamaq deməkdir. A fire broke out in the kitchen late last night. Keçən gecə birdən-birə kitchendə alov baş qaldırdı, yanğın başladı. İkincidə government-a verəcəyik carried out. Carry out yerinə yetirməkdir. New reforms last year. Keçən il hökumət yeni islahatlar həyata keçirdi. Carry out həyata keçirmək, iş görmək deməkdir də. Və üçüncüdə she finally figured out. Figure out anlamaqdır, fikirləşib tapmaqdır, dərk etməkdir. Sualın cavabını anladı, sualın cavabını dərk elədi və ya fikirləşib tapdı. Figure out bax, o mənalarda işlənir. 39-da indi idiomlara qoymalıyıq. Birinciyə qoyacağıq recharge batteries. Recharge batteries yəni ki,
enerji toplamaq deməkdir də. Yəni istirahət edib enerji toplamaq. Birincidə deyir ki, çox gərgin, işdəki gərgin həftədən sonra mən dağlara gəzintiyə getdim ki, özümü yenidən zərətqə eləyim də, bütün stresi atım. İkincidə, when you see through eyes of a child, the world feels magical again. Yəni dünyaya filan kəsin gözü ilə baxma. Sən dünyaya uşağın gözü ilə baxsan, hər şey yenidən sənə magical görünəcək. Və üçüncüdə, o həmişə nəyinsə həlli yollarında çox unikal yollar tapır. She knows how to think outside the box. Yəni qeyri-adi şəkildə fikirləşmək, düşünmək, həmişə qeyri-adi yollar tapmaq deməkdir. Unique solutions, yəni unikal yollar tapır, unikal həllər tapır, nəsə problemdən çıxış yolları tapır. Deməli, o hamıdan fərqli düşünür. 40-cıda situasiyanı hansı cümlə ilə bitirməliyik? Deyir ki, deməli, dağlıq ərazidə gəzirsən, dostlarından, bir qrup dostundan, çox gözəl bir gündür, amma it's starting to get very hard to climb. Artıq dağa dırmaşmaq çətinləşməyə başlayır and you're hot and tired. Sən də çox istidir və çox da yorğunsan. Eventually, nəhayət ki, you say implying a short break. Imply məna bildirməkdir də, gizlincə elə bil eyham vurmaqdır. Sən hansı nəsə bir cümlə deyirsən və eyham vurursan ki, short break qısa bir istirahət eləyək də, gəlin biraz fasilə eləyək. O da olacaq D variantı. I wouldn't mind stopping for a while to look at the view. Bəlkə bir dayanaq bu gözəl mənzərəyə baxaq. Görürsünüz, burada eyham vurur ki, mənzərə vasitəsilə, mənzərəyə baxmaq vasitəsilə, o bəhanə ilə eyham vurur ki, dayanaq biraz istirahət eləyək. İndi o biriləri niyə götürmək? Deyir ki, heç xoşuma gəlmir, nə biləm, belə getmək istəmirəm. Bu negativ bir şeydir. Sən imply, üstü örtülü şəkildə deməlisən ki, short break, qısa fasilə verək. A variantında fasilə barədə bir şey yoxdur. A variantında negativ bir şey. B variantında deyir ki, belə gözəl gündə gəzməkdən gözəl nə ola bilər ki? Yəni B variantında istirahət barədə, break barədə, yəni fasilə barədə bir şey yoxdur. C variantı deyir ki, heç elə bil hiss eləmirəm ki, neçə saatdır yeriyirik. Yəni C variantında da heç yorğunluğu bilinmir. Deyir ki, yəni heç nə hiss eləmirəm. Burada yorğunluq və istirahət eləmək istəməsi bilinmir. Y variantında da deyir ki, biz o dağın başına çatanda achievement, yəni uğur hiss eləyəcək də, uğur hiss eləyəcək. Yəni Y variantında da short break, yəni fasilə barədə heç nə yoxdur. Bizdə açar söz nədir? Short breakdir, yəni fasilə istəyir bu adam. Elə variant seçməliyik ki, orada fasilə barədə nəsə yazılsın, oldu. 41-də mənasına uyğun cümləyə söz qoymalıyıq. Deyir ki, sən nə etməlisən if you have been rude to anyone? Kiməsə qarşı kobudluq etmisənsə. Və təbii ki, apologize olacaq, üzrxahlıq etmək. Yəni, kobudluq eləyən insan nə etməlidir? Üzrxahlıq etməlidir. Interrupt sözünü kəsmək. Delay, gecikdirmək, təxirə salmaq. Behave davranmaqdır, response da cavab verməkdir. Yəni, kimisə xətrinə dəymisənsə, apologize etməlisən. 42-də deməli, kiçik bir mətndir və tamamlamalıyıq. Deyir ki, əziz müştərilər, bizim dükanımızın 2 mərtəbəsi var. Onda ground floor, aşağı mərtəbədə qadın idman geyimləridir. On the first floor, yuxarı mərtəbədə oyuncaqlar var 0-12 yaş uşaqları üçün. Həmçinin yarı qiymətinə düşmüş kitablar var yuxarı mərtəbədə. Deməli, go upstairs if you want to. Yuxarıya qalx əgər nəyi istəyirsən. Yuxarıda nə var idi? 0-12 yaş uşaqlar üçün, yəni balacalar üçün oyuncaqlar və ya ucuz kitablar. O da B variantıdadır. Buy low price books, yəni ucuz qiymətə olan kitablardır. Məsələn, A variantını niyə götürmür? Party dressləri, yəni geyimlər heç burada yoxdur. Burada idman paltarları idi. Party dressləri yoxdur bu mətndə. C-də teenagerlər, yeniyetmələr üçün, yəni 13-dən yuxarı yaş uşaqlar üçün nəzərdə tutulur. Teenager deyiləndə, amma bizdə 0-12 yaş arası idi. Burada teenager nəzərdə tutulmamışdı. D variant deyir ki, balaca uşaqlar üçün geyim. Balaca uşaq geyimləri yoxdur. Geyimlər qadınlara aid idi. Həm də aşağıdaydı, yuxarı mərtəbədə deyildi. Y variant deyir ki, qadınlar üçün yarı qiymətinə olan geyimlər yarı qiymətinə geyim deyildi. Yarı qiymətinə kitablar idi.
43-də sözlər definitionla birləşdir. Dyestuff boyaq maddəsidir. O da B variantıdır. A substance that can be used as a dye, yəni boya kimi istifadə olunan maddə. İkincidə envy paxıllıq deməkdir və ya paxıllıq etmək. A wish to have the same thing that someone else has. Kiminsə əlində olan bir şeyin eynisini istəyirsən. Yəni paxıllıq eləyirsən ki, eynisini istəyirsən. Daydreaming xəyal qurmaq. Xəyal qurmaq D variantıdır. A pleasant, unreal thinking or wishing. Yəni ki, qeyri-real bir şey düşünürsənsə və ya arzulayırsansa, pleasant, yəni ki, xoşa gələn bir şəkildədir. Yəni ki, müsbət bir şey arzulayırsan, daydreaming eləyirsən. Observation-da müşahidədir. Baxmaqla əlaqədar bir fe'l olmalıdır. O da C variantıdır. Things that you see or notice. Gördüyün və ya gözünlə anidən sezdiyin. Notice sezməkdir, o da görmək deməkdir də. Yəni gördüyün şeyləri müşahidə etmək. 44-də deməli teksti oxuyuruq və sonluq cümləsi seçirik, yəni nəticə çıxardırıq. Jane deməli sosial media saytından evsiz insanlar barədə nəsə öyrənir və o qərara gəlir ki, həmin yerə baş çəksin, onların yaşadığı yerə. Onun atası da o evsizlərin videosunu çəkdi və Facebooka yüklədi. Qısa zamanda çoxlu pullar toplandı və bütün həmin o toplanan pullar evsizləri ev tikmək üçün sərf olundu. Deməli, burada da mətndən belə məna çıxır ki, A variantı Jane and her father were able to help needy people. Jane və onun atası ehtiyaclı insanlara kömək edə bildilər. A variantı doğrudur. Digərlərinə baxaq. Deyir ki, Jane evsizlərə baş çəkdi ki, onlara pul versin. Yox, onlara pul vermədi. Getdilər, baş çəkdilər, video çəkib yüklədilər, cəmaət pul yığdı və ev tikdilər. C-də Jane kömək eləmək istəmirdi, bu səhvdir. Dedi, deyir, atası narazı idi, səhvdir, atası kömək eləyirdi. Y-də deyir ki, onlar problemi həll eləyə bilmədilər. Settle həll etməkdir, couldn't settle həll eləyə bilmədilər, bu səhvdir, problemi həll eləyə bildilər. 45-də Geronda seçirik və C variantıdır. About starting sözündən sonra gələn ayıncı Geronda adlanır. Digərləri nədir? A variantında The man wearing a blue jacket burada isimdən birbaşa sonra gəlibdir və təyin rolundadır. Hansı adam falan paltar geyinmiş adam? Bu participle'dır. B-də vergüllə ayrılan hissədə olan ayıncılar participle'dır. Walking through the forest vergüllə ayrılıbdır. Walking vergüllə ayrılan hissədədirsə, deməli participle one-dır. D variantına baxırıq. The fading sunlight. Article-la ismin arasında olan ayıncılar participle-dır. Y variantında the girl singing on stage. Burada da isimlə birbaşa sonradır və təyin rolundadır. Hansı qız? Orada oxuyan qız. Hansı sualına cavab verir? Yəni təyin rolundadırsa bu participle. 46-da verilən cümlənin reduction'ıdır və bu da təyin budaq cümlənin reduksiyasıdır. Bizim dildə reduksiyadır. Çərçivədə deyilədir, reduction'da İngiliscə deyilir. Aha, biz bunu complete zadda da demişik ki, orada deməli that are placed, yəni nisbi, köməkçi və participle. Üçü bir yerdədirsə tam formadır. Nisbi ilə köməkçi gedir, participle tək başına qalır. Orada ya participle one ya participle two ola bilər. Bu da reduction formasıdır, yəni ixtisar formasıdır və buna biz deyirik təyin budaq cümlələrinin reduction'ı, yəni ixtisarı. Deməli, o da olur A variantı. Z gedir, R gedir, placed qalır. Yaxşımı? B variantı niyə səhvdir? Köməkçi qalıbdır, Z gedibdir. Belə səhvdir. C variantına baxırıq. Deməli, the books that are placed. Deməli, orada Z placed deyil ki, Z qalıbdır, R gedibdir. Bax, bu da səhvdir. Yəni ki, ya hamısı bir yerdə olmalıdır üçü də, ya köməkçi ilə əvəzlik getməlidir. Yaxşımı? Köməkçi getsin, əvəzlik qalsın, səhvdir. Əvəzlik getsin, köməkçi qalsın, səhvdir. Belə olmaz. D variantına baxırıq ki, participle two-nu participle one-la əvəzləşdirib belə bir şey ola bilməz. Biz participle-lara əl vurmuruq və Y variantında da yenə də Z-i which-lə əvəz eləyib to-be-sini atıb. Bu da səhvdir. Bu da eyni şeydir. Elə bil ki, to-be gedibdir, əvəzlik qalbdır. Bu səhvdir. Yəni reduction olanda həm əvəzlik itməlidir, həm də to-be itməlidir. 47-də deməli doesn't collocate, yəni birləşmə yaratmır. Make birləşməsi yaratmayan laundry'dir. Çünki laundry paltar yumaqdır. Görülməli işlər do ilə işlənir. Do laundry'dir. Make amendments düzdür. Make a comment, make sure, make a mess. Bunların hamısı make ilə işlənir. Bu da əzbərlənməli ifadələrdir. 48-də düzgün conditional seçməliyik. O da Y variantıdır. If-dən sonra had left, keçmiş bitmiş. O biri tərəfdə would have, yəni bitmiş. Yəni ya if-in hər iki tərəfi bitməmiş olmalıdır, ya hər iki tərəfi bitmiş olmalıdır. Yaxşımı?
O birilərdə problem nədir? Məsələn, A variantında if-dən sonra bitməmişdi, o biri tərəf bitmişdi. Bu səhvdir. B-də if-dən sonra bitmişdi, o biri tərəf would arrived. Would-dan sonra idi birbaşa gəlmir, axı bu səhvdir. C variantında isə would have been arrived. Arrive heç vaxt to be ilə işlənmir. Yaxşımı? Arrive heç vaxt to be ilə işlənmir. Və D variantında deməli yenə də would arrived. Would-dan sonra idili feil birbaşa birləşə bilməz. Would arrive olmalıdır. Would arrived ola bilməz. 49-da deməli əmr cümlələrdir. Biri səhvdir. O da D variantıdır. Being careful. Been participle to'dur. Əmr cümlələri bare infinitivlə başlayır. Yəni ki, feilin sadə və heç nəsiz forması ilə başlayır. Yəni participle-larla başlaya bilməz. Yəni D variantı niyə səhv oldu? Been participle to'dur. Participle-larla əmr cümləsi başlamır. Sadə və heç nəsiz feillə başlayır. Stop, keep, let. Let us'dır da bu. Let us. Və əmr cümlələri inkar forması don't-la olur. Ya don't-la olur, ya never-la olur. Başqa cür feillərlə işlənmir. Və sonuncu cümləmizdəki tag question qoymalıyıq. The tourist wanted to buy a return ticket. Wanted keçmişdi. Keçmişdə olan feilə did qaytarmalıyıq. Və ayrıca da bu tərəf dəstəkdirsə inkarı verəcəyik. Didn't he. Didn't, məsələn, did olmayanlardan does indiki zamanda deyil, doeslar verməyəcəyik, don't indiki zaman verməyəcəyik, is indiki zaman verməyəcəyik. Did və C-ni niyə qoymuruq? Çünki təsdiqi veribdir, biz də ayrıcını inkarda qoyacaq. Burada da suallarımızın izahı bitdi. Növbəti sınaqlarda görüşənə qədər ümid edirəm sınaq xoşunuza gəldi. Əgər səhv eləmişsinizsə qeydlərinizi götürün, çalışın, bir də o səhvləri təkrarlamayın.